Salam, hörmətli müəllimlər və əziz abituriyentlər. İmtahan qabağı dərslikdə verilmiş şəkillərin incələnməsi adına bu videonu çəkirəm. Deməli, bildiyimiz kimi bugün ARTİM sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün sınaq imtahanı keçirdi və həmin imtahanda çaşqınlıq yaradan bir sual var idi, hansı ki o deməli 10-cu sinif biologiya kitabında səhifə 133-dəki bu şəkillə bağlı idi və əksər müəllimlər o sualla razılaşmır və səhv sual kimi hesab edirlər. Və qeyd edeyim ki, həmin deməli qan dövranları bizim dərsliyimizdə var. Bu abituriyentlərin də qarşısına çıxa bilər. Ona görə burada hansı incə məqamlar var, qısa şəkildə onları sizə qeyd edəcəm. Hesab edirəm ki, balığın qan dövranını verilən şəkildə müəyyən etmək sizin üçün asan olacaq. Çünki balığın ürəyi 2 kameraldır, bir qulaqcıq, bir mədəcik və onun ürəyində yalnız venoz qan olur. Ona görə balığın ürəyindən çıxan arteriyada da venoz qan olacaq, balığın ürəyinə gələn venada da venoz qan olacaq. Suda quruda yaşayanlarda isə burada bənövşəyi rəngdə görürsünüz göstərilən hissələr var. Bu qarışıq qanı göstərir. Suda quruda yaşayanların, məsələn, qurbağanın ürəyində qarışıq qan olur, mədəcikdə qan qarışır. Bunu da müəyyənləşdirmək asandır. Sürünənlərdə də qarışıq qan var ürəkdə. Sadəcə qismən qarışır qan. Burada timsah ola bilər. Məsəl üçün timsah olanda bəs necə olar bu qan dövranı? Ürəyin sol tərəfində qırmızı rəngdə verəcək, sol qulaqçıq və sol mədəcikdə arterial qan, sağ qulaqçıq və sağ mədəcikdə isə venoz qan olacaq və timsahın ürəyində cüt aorta qövsü olduğu üçün ürəkdə qan qarışmadığı halda ürəkdən çıxanda aorta qövslərində qarışır və burada quşun qan dövranı verilib və məməlinin qan dövranı. Çaşqınlıq yaradan məqam nə idi? İndi əsas onu deyim. Deməli, çaşqınlıq yaradan məqam o idi ki, biz bilirik ki, quşlarda sağ aorta qövsü olur, məməlilərdə isə sol aorta qövsü olur. Deməli, verilən şəkildə müəllimlər qeyd edirdi ki, sol aorta qövsü ürəkdən çıxıb, sol mədəcikdən çıxıb sola dönməlidir. Sağ aorta qövsü isə ürəyin sol mədəcindən çıxıb sağa dönməlidir. Lakin qeyd edək ki, hesab edirəm ki, açıqlamada da bunu belə açıqlama veriləcək. Qövs çevrənin yarısıdır. Quşlarda sol mədəcikdən çıxan aortaya fikir verin. Gəlib sol mədəcikdən çıxan aorta sola doğru döndüyü görsənilsə də qövs yaradıb sağa gedir. Ona görə biz aorta qövsü deyiriksə, qövs çevrənin yarısıdır. Qövs əmələ gəlmə hissəsi baxın burada olur. Ona görə bu şəkil əslində doğru şəkildir. Sol mədəcikdən çıxan aorta sağa dönərkən qövs yaradır. Ona görə sağ aorta qövsüdür. Məməlilərdə isə sol mədəcikdən çıxan aorta, fikir versiniz, burada sağa meyillənsə də dönüb qövs yaradıb sola gəlir. Ona görə də məməlilərdə sol aorta qövsüdür. Şimpanzedə də belə olacaq, insanda da belə olacaq. Deməli, həmin sualı mən açıb göstərə bilmirəm. Ancaq bu deməli, dərsliyimizdə verilən bu şəkilə diqqət etməliyik. Bu sertifikasiya imtahanında da qarşımıza çıxa bilər, abituriyentlərin də qarşısına çıxa bilər. Diqqətiniz üçün təşəkkür.